Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif dərs 23 təbii fəlakətlər bölməsi olacaq uşaqlar. Birincisi açar sözlərimizə baxırıq. Burada zəlzələ və sürüşmə sözlərini görürük. Və burada görürük ki, zəlzələ proseduru baş verib, yəni təbiət hadisəsi baş verib. Prosedur dedim, yəni biraz yanlış çıxdı. Bu şəkildə əsasən görürük ki, Kamran və bir qız dayanıb. Burada təbii fəlakət baş verib. Leyla, bəs təbii fəlakət nə deməkdir? Deyə Kamran burada sual verib. Siz Kamranın sualına necə cavab verərdiniz? Uşaqlar, təbii fəlakət insan təsiri olmadan təbiət belə deyim resurslarının eyni zamanda təbiət hadisələrinin yaşandığı və güclü zərər vura biləcəyi bir belə deyim bir yaşanmışlıqdır, bir hadisədir, bir vəziyyətdir, bir situasiyadır uşaqlar. Təbii ki, burada təbii fəlakət təbiətin özlüyündə, yəni insan təsiri olmadan baş verən hadisələrə deyilir. Təbii ki, burada insanın təsiri bilavasitə olaraq yoxdur. Yəni birbaşa olaraq təsiri yoxdur. Sadəcə müəyyən vasitələrlə mövcuddur ki, məsələn, insan təbiəti çirkləndirməsi, məsələn, eyni zamanda düzgün təbiətdə düzgün hərəkət etməməsi və s. və s. Sonradan bu yığılaraq böyük bir problemə çevrilir və sonda daha da bir fərqli bir vəziyyət yaradır. Məsələn, belə ola bilər. İnsan məsələn çaydan bir qol çəkir, yəni bir qol uzadır və məsələn Kür çayından tutaq ki, uşaqlar, belə bir məsəl qururam. İndi təbii ki, bu gerçək deyil, sadəcə anlamağınız üçündür. Kür çayından kəndə bir dənə kanal açılır. Bu kanal düzgün kanal qurulmur uşaqlar. Yəni dərinliyi, yəni kanalın ölçüsü, qalınlığı, dərinliyi düzgün şəkildə qurulmur və Kürdə suların çoxaldığı zaman, eyni zamanda bir də əlavə olaraq yağışın, qarın yağdığı zaman bildiyiniz kimi daşqınlar olur. Bu daşqınlar nəticəsində də sonda kanal daha da genişlənir və kəndi su bürüyür, su götürür həmin kanal vasitəsilə. Məsələn, bunun tipli hadisələr düzdür. İnsan bunu bilmərəkdən eləyir, amma yenə də bilavasitə olaraq az da olsa müəyyən dərəcədə təsirləri olur insanında, amma dediyim kimi birbaşa olaraq təsiri olmur. Sonra bunu dedik. İndi öyrənmə hissələrini bilirsiniz. Yəqin ki, mənim deməyimə ehtiyac yoxdur. Zəlzələ zamanı qorunma qaydaları var uşaqlar. Pəncərədən kənarda, otağın künclərində dayanın. Bəli. Ən künc hissələrdə, divarın bu künc hissələri deyilir ona. O hissələrdə dayanın və tərpənməyin. Stolun altına girərək qorunun. Çünki dediyim kimi stolun altında gizlənmək ən azından yuxarı təbəqədən, özəlliklə binada yaşayırsınızsa, alt mərtəbələrdə yaşayırsınızsa, yuxarıdan bir töküntünü başımıza dəyə biləcək hər hansısa bir təhlükəni aradan qaldırır. Şkafa yaxın dayanmırıq, çünki şkaf üzərimizə uça bilər və liftdə minirik, çünki məlum məsələdir. Zəlzələ zamanı liftin quyusunda da bir dərin proseslər baş verə bilər və liftdə qala bilərik. Və bu zəlzələnin nə qədər davam edəcəyini də bilmirik. Çünki artıq o zaman insanlar bizim köməyimizə gələ bilməyəcək uşaqlar. Çünki zəlzələdə hər kəs öz belə deyim, ailəsini, öz canını qurtarmaq dərdində olur. Nəinki qaldı başqasını. Müzakirə eləyək. Sizcə ağacların əkilməsi torpaq sürüşməsinin qarşısını necə ala bilər? Uşaqlar, torpaq sürüşməsi torpağın orta və üst qatlarının belə deyim güclü olmaması səbəbilə baş verir. Yəni bir tarazlıq olmaması ilə bağlıdır. Amma ağaclar əkiləndə həm torpağın üst qatı sürüşmür, zaten ağaclar qarşısını alır. Orta və dərin qatdan isə ağaclar dərinliyə kök salır. Yəni kökləri dərinliyə qədər gedib çıxır. Onlar artıq birləşərək, belə deyim, həmin o zəlzələni, o torpaq sürüşməsinin qarşısını ala bilər uşaqlar. Yəni mövzu bundan ibarətdir.
Zəlzələ zamanı nə üçün şkafın yanında dayanmaq olmaz? Çünki şkaf üzərimizə aşa bilər. Hətta şüşəlidirsə, yəni üstümüzə yıxıla bilər, və nəticədə şüşədirsə də əlimizi, qolumuzu, üzümüzü kəsə bilər. Ehtiyatlı olmaq lazımdır. Tapşırıq və özünü yoxlaya keçid alaq və bitirək. Zəlzələdən qorunmağa aid olan düzgün bəndi seçin. Birinci, liftə minməməliyik. Liftə minib amma burada görürük. Bu olmaz. B-də sadəcə kimsə deyəsən aynanı sındırıb belə hadisə olub. Bu da deyil. C variantına baxırıq. Cavab C-dir uşaqlar. Zəlzələdən qorunmaq üçün neyniyib? Stolun altına girib. Təbii fəlakətlərə aid olan düzgün və yanlış fikirləri müəyyən edək. Təbii fəlakətlər zamanı canlılar yaralana bilər. Bəli. Zəlzələdə qışqıraraq liftə tərəf qaçmaq lazımdır. Xeyr. Liftə qaçsaq, dediyim kimi, liftin quyusu eyni zamanda o lifti qaldıran o hissə qopa bilər, dediyimiz kimi, və bu əlbəttə nə edəcək? Bizə problem yaradar. Sürüşmə meşələrin qırılması səbəbindən baş verir. Bəli, çünki nə qədər ki ağacların sayı azalır, torpağın alt və üst qatı taraz ola bilmir və bununla da sürüşmə prosesi baş verir. Fəlakətlər üçün təhlükəsizlik qaydalarının əhəmiyyəti yoxdur. Xeyr, təhlükəsizlik qaydaları insanın birbaşa o vəziyyətlərdən çıxış yolunu təmin edir. Təbii fəlakətlər zamanı hansı ləvazimatı üstün tutursunuz? Birincisi sudur. İkincisi də ilk tibbi yardım çantası. Dediyimiz kimi, su və ilk tibbi yardım çantası. B və D düzgün cavablar olar burada. Özünüzü yoxlayın. Hansı təbii fəlakətləri tanıyırsınız? Zəlzələ, torpaq sürüşməsi, sel və s. Təbii fəlakətlərdən qorunma yollarının bir neçəsini sadalayın. Məsələn, ilk tibbi yardım çantasının olması, zəlzələ zamanı stolun altına daxil olmaq, evin küncündə durmaq, şkafdan və digər hissələrdən kənara çəkilmək, liftə minməmək və s. bunlar təbii fəlakətlərdən, özəlliklə də zəlzələdən qorunma üçün əhəmiyyət kəsb edir. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.